Salam dəyərli tələbələr, bir daha növbəti zaman formamız future simple. Future simple gələcək zaman. Biz bildik ki, keçmiş zaman, indiki zaman necə düzəlir, keçmiş zaman necə düzəlir, növbəti zamanımız gələcək zaman. Gələcək zamanda iki cür düzələ bilər. Bir, feilin əvvəlinə will, shall şəkilçə artırmaqla və yaxud da ki, be going to ilə. Ən çox təbii ki, işlənənlər birinci formadır, amma bəzən ikinci formalarda ola bilər. Bu necə olur? Məsəl üçün, buy almaq feili, live yaşamaq feili, read oxumaq, oxuyacağam olanda I will read. Sonra, məsəl üçün, burada belə bir cümləmiz var ki, məsəl üçün, buy almaqdır. Mən deyirəm, mən kitab alacağım. Deyirəm, I will buy a book. Yenə burada buy almaq, live yaşamaq, read və yaxud da ki, belə də bildirə bilərik. I am going to buy a book. Burada təxmini nə mənada deyir? Yəni, burada dəqiq olmayan bir şey bildirir. Burada dəqiq olduğunu, zaten onu bilin ki, gələcəkdir. Bu tam o təxmini dəqiq bölməsinə tam fokuslanmayın. Burada deyə bilərsiniz ki, müəllim, be burada nədir? Be burada gətirsək açıqlamasını belə verə bilərik ki, to be-nin be-sidir, yəni am da ola bilər, is də ola bilər, are da ola bilər. Bunlar şəxslərə görə dəyişir. Növbətdə deyəcəyik biz onları. İnşallah. Birinci baxıram will-lə shall-ə. Will-lə shall-in mənası şəkilçi olaraq acaq, üstdəki, yəni acaq-əcək deməkdir. Məsəl üçün, mən alacağam. I will buy. Sən alacaqsan. You will buy. O alacaq. He will buy. Qadın cinsində. She will buy. It will buy. You will buy. We will buy. You will buy. They will buy. Burada təbii ki, diqqətinizi çəkir müəllim. Bəs onda shall nədir? We-də həm will yazmışsan, həm shall. Aynen we-də həm will yazmışsan, həm. Bunlar I-da və we-də həm shall işlənə bilər, həm də will. Amma son zamanlar təcrübə göstərib ki, hamıda will istifadə olunur. Yəni will istifadə olunur. Negativ forma, yəni inkarı negativ oxunur. Yəni özündən sonra not hissəcək. I will not buy. Mən almayacağam. You will not buy. He will not buy. She will not buy. It will not buy. We will not buy. Biz almayacağıq. You will not buy. Siz almayacaqsınız. They will not buy. Onlar almayacaq. Sualda da yenidən will çıxır qarşıya. Məsələn, mən alacağam. Will I buy? Sən alacaqsan. Will you buy? O alacaq. Will he buy? Will she buy? O alacaq qadın cinsi. Sual. Will he buy? O alacaq qadın kişi cinsi. Will we buy? Biz alacağıq. Will you buy? Siz alacaqsınız. Will they buy? Onlar alacaq. Sual forması. Burada da nə yazmışıq? Çünki tələbələrlə çox verdik. Burada tələbələr verdiyi sualda müəllim biz will be-ni də bilirik. Will-i də bilirik. Bu will be-dən sonra feil gəlmir. Feil işlənməz. Yəni bir növ feil olmur. Üstünə xət çəkilən feil. Amma will-dən sonra feil gəlir. Məsəl üçün, I will go to Baku. Burada nə deməkdir? Mən Bakıya gedəcəyim. Feil gəlir. Çünki will acaq-əcəkdir. Amma will be-dən sonra adi feildən başqa digər indiksilər gələ bilər. I will, məsəl üçün burada, I will be student. Mən şagird olacağım. Çünki bildiyiniz kimi, əgər xatırlayırsam, mən demişdim ki, will be olacaq mənasını verir. Amma will acaq-əcək mənasını verir. Burada qeyd etmişəm. Yadda saxlayın, will-dən sonra feil olmaz, will-dən sonra feil olar. Digər gələcək formasına baxıram. Burada dediyim kimi, be going. Burada da məsəl üçün, mən alacağam. I am going to. Çünki going birləşmədi. Sən alacaqsan, you are. You da to be-nin forması are idi. You are going to. O alacaq, he is going to. She is going to buy. It is going to buy. We are going to buy. You are going to buy. They are going to buy. Tamam mı? Yəni o be parçalanır. Be necə olur? Parçalanır. Yəni I da am olur. You da are. He də she də it is. We da are. You da are. They da are. Negativi də yenidən inkarı da mən almayacağım. I am not. Yəni bir dənə sadəcə olaraq yadda saxlayın ki, not hissəcəyi artırırıq.
I am not going to buy mən almayacağam. You are not going to buy sən almayacaqsan. He is not going to buy o almayacaq. She is not going to buy o olmayacaq. Qadın cinsi it is not going to buy o almayacaq orta cins. We are not going to buy biz almayacağıq. You are not going to buy siz almayacaqsınız. They are not going to buy onlar almayacaq. Sualda da yenə am is are bildiyimiz kimi çıxacaq önə. Məsələn mən alacağam am I going to buy? Sən alacaqsan are you going to buy? O alacaq is he going to buy? O alacaq o qadın cinsi is she going to buy? O alacaq kişi cinsi is he going to buy? Biz alacağıq are we going to buy? Siz alacaqsınız are you going to buy? Are they going to buy? Onlar alacaq are they going to buy? Ümid edirəm ki, bunu tam bölməni başa düşdünüz. Çünki yenə dediyim kimi ən çox işlənən hallar will işlənir gələcək zaman. Amma digər halda yəni am is are-dan sonra going feili to və feilin gəlməsi də işlənə bilər.